Gecəniz xeyir dəyərli izləyicilər. Qarabağ Ajax oyununa bir-iki kəlmə demək istəyirəm. Düşünürəm ki, bu məğlubiyyətin əsas səbəbkarı baş məşqçimiz Qurban Qurbanovun səhvi ucbatından baş verdi. Leandro kimi, Andrade kimi oyunçunu çıxarıb yerinə Nərmanı salanda bax belə olacaqdı. Qurban Qurbanov, səni sevirik, bizi daim zəfərlərə aparmısan, qələbə sevinci yaşatmısan, amma bu oyunda sənin səhvin oldu. 68-ci dəqiqədə Qarabağ topa hakimlik etdiyi bir vaxtda onu çıxarıb yerinə Nərmanı salanda belə də olacaqdı. 2-3 dəfə səhv eləmirəmsə Nərman topla qarşılaşdı. İkisində dabanına dəydi, hücuma çıxa bilmədi, birində yıxıldı. Şərhlərdə yazın. Bax bu məğlubiyyətimizin səbəbi sizcə Qurban Qurbanov deyilmi?